Cümlə qızıl cümlədir, bunu yadda saxlayın. İnsanın eyvlərindən acığı gəlir, eyvlərindən xoşu gəlmir, eyvlərini açmaq istəmir. Ancaq bir halda aça bilər ki, açdığı varlıq onu o qədər şirin qarşılasın, gülər üzlə qarşılasın ki, o şirinlik buna eyvlərinin acılığını unuttursun. Onda gedib rahat deyər. Onda eyvlərindən xilas olar, eyvlərindən azad olar. Övliyalar körpələr kimi gedib. Körpə uşaqlar kimi gedib Allahın qapısında və bu İmam Hüseynin, Əhl-i Beytin, Peyğəmbərin şənini aşağılamır. Onların ucalığı bundadır. Qorxmayın bu sözləri deməkdən. Özlərini danışırsan, deyər uşaq hələ kiçik sözdür Allahın qabağında. Allah bir söz nə deyir? Deyir, bəndələr əgər günah eləyib məndən üzr istəməsələr, elə bir varlıq yaradaram ki, günah eləsin, məndən üzr istəsin, üzrxahlıq eləsin və mən də bağışlayayım. Çünki mənim bu haldan xoşum gəlir. Allah niyə xoş deyir ondan üzr istəsinlər? Sındırmaq üçün? Yox, qətiyyən. Hal səfalı haldır. Rəhmətin ən gözəl nazil olduğu yer üzrxahlıq halıdır. Allah istəyir rəhmət versin yerə, üzrxahlıq halı axtarır adamlarda. O hal çəkir, gətirir Allahın rəhmətini yer üzünə. Biz niyə evlərimizi demirik Allaha? Biz niyə nöqsanlarımızı demirik Allaha? Çünki bilmirik ki, necə xoş qarşılayırlar evlərini gətirənləri.